Zəbur. 8-ci məzmur. Musiqi rəhbəri üçün Davudun Giddit üstə oxunan məzmuru. Ey Xudavəndimiz Rəbb, ismin bütün yer üzündə nə qədər əzəmətlidir. Ehtişamın göylərə qalxır. Düşməni və qisasçını susturmaq üçün körpələrin və çağaların səsi ilə yağlarına qarşı qala qurdun. Əllərinin işi olan göyləri, yerlərinə düzdüyün ay və ulduzları gördükdə deyirəm, İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən? Onu Allahdan biraz aşağı yaratdın. İzzət və əzəmət tacını onun başına qoydun. Əllərinin işləri üzərində onu hökmdar elədin. Hər şeyi onun ayağının altına qoydun. Bütün sürü və naxırları, çöldə yaşayan heyvanları, göydəki quşları, dənizdəki balıqları, dəryalarda üzənlərin hamısını. Ey Xudavəndimiz Rəbb, ismin bütün yer üzündə nə qədər əzəmətlidir.